Salam, mən biologiya müəllimi Aysel Rüstəmova. Bu video izahda sizə dünən öz Instagram səhifəmdə və Biologiya Mix Sertifikasiya Telegram kanalında paylaşdığım nəsil ağacı məsələsinin izahını verəcəm. Demək, məsələdə nə deyilir? Məsələdə deyilir ki, aşağıda verilmiş nəsil ağacında X xromosomu ilə ilişikli, resesiv yolda ötürülən bir əlaməti fenotipində göstərən fərdlər tünd rənglə qeyd olunub. Və buna əsasən nömrələnmiş fərdlərdən hansının fenotipinin səhv göstərildiyini mütləq şəkildə demək olar. Deməli, biz ilk öncə nəsil ağacı məsələnin izahına keçməzdən öncə biz nəyi bilməliyik? Mən onu qeyd edeyim ki, yəni bu sizə əlavə məlumat olaraq qeyd edirəm. Deməli, X xromosomu ilə ilişikli xəstəliklər hansılardır? Biz bilirik ki, X xromosomu ilə ilişikli xəstəliklər hemofiliya, yəni qanın normal laxtalanmaması, əzələ atrofiyası, bir də ki, daltonizm və yaxud da ki, digər adla rəng korluğu da deyə bilərik. Yəni bu xəstəliklər X xromosomu ilə ilişikli ötürülür. Yəni nə deməkdir? Deməli, bu xəstəliklər X xromosomu ilə ötürülürsə, mən həmin insanların genotipini necə yaza bilərəm? İlk öncə bunu müəyyənləşdirməliyik. Və biz bilirik ki, deməli, qadında 2 dənə X cinsiyyət xromosomu olur. Onda mən bu əlamətə sahib olan insanları və yaxud da ki, olmayanları X xromosomu üzərində yazmalıyım. Yəni sağlam, xəstə, yəni bu insanların genotipini yazmaqdan ötürü mən onu X cinsiyyət xromosomu üzərində yazmalıyım. Gəlin baxaq. Məsələn, götürək hemofiliyanı. Mən X böyük H yazsam, bu olacaq necə? Sağlam qadın. X böyük H, X kiçik H şəklində yazsam, bu olacaq daşıyıcı qadın. X kiçik H şəklində yazsam, bu olacaq deməli xəstə qadın. Bu əlamət deməli X xromosomu ilə ilişikli resesiv yolla ötürülür deyə. Deməli qadında 2 dənə X cinsiyyət xromosomu olduğu üçün hər iki resesiv gen bir arada olanda qadında, yəni qız uşaqlarında, qız övladda xəstəlik ortaya çıxmış olur. İndi baxaq. Yəni ortaya çıxması üçün yəni bu genotipdə olmalıdır. Amma baxaq kişilər hansı genotipdə olur, onu müəyyənləşdirək. Biz bilirik ki, kişilərdə bir dənə X cinsiyyət xromosomu var, yəni XY-dir. Mən bu əlaməti, deməli, əgər X-in üzərində X böyük H yazsam, yəni dominant geni yazsam, bu genotipli kişi necə olacaq? Sağlam kişi. Yəni bu şəkildə olmuş olacaq. X kiçik H, Y şəklində yazsam, yəni X-in üzərində, deməli bu olacaq necə? Xəstə kişi. Deməli, kişilərdə bir dənə X cinsiyyət xromosomu var və bu X cinsiyyət xromosomu üzərində mən dominant geni yazsam, həmin kişi sağlam. Əgər təkcə resesiv geni yazsam, həmin kişi xəstə olacaq. Çünki bir dənə X xromosomu üzərində var, yəni onunla biz sağlam və ya da xəstə olduğunu müəyyənləşdirə bilərik. Gəlin keçək nəsil ağacı məsələsinə. Deməli, məsələnin izahına keçməmişdən öncə bir məqamı da qeyd edeyim ki, biraz böyüdək. Deməli, biz bilirik ki, yəni bəlkə də bilirsiniz, amma bu tip məsələlərə ilk baxan insanlar üçün deməliyəm ki, deməli kvadrat işarəsi ilə biz ailədə, məsələn, valideynlərdən atanı, övladlardan da oğlan uşaqlarını biz kvadrat işarəsi ilə göstərəcəyik. Amma dairə ilə isə biz qadınları, yəni valideynlərdən ananı və qız övladlarını biz necə göstərəcəyik? Həmçinin burada da bu valideyndir, həm də bu ailənin qızıdır. Deməli, onu necə göstərəcəyik? Dairə işarəsi ilə göstərmiş olacaq. İndi gəlin keçək məsələnin izahına. Deməli, nəsil ağacı məsələlərində belə bir qayda var ki, ən yaxşı üsul aşağıdan başlamaqdır. Aşağı hissədən genotipi müəyyənləşdirərək, deməli, yuxarıya doğru digər insanların genotipini tapmaq. Ən rahatı budur. Gəlin başlayaq. Deməli, mən baxıram ki, burada ilk olaraq necə verilibdir? Mən nömrələnməmiş fərdlərin genotipini müəyyənləşdirə bilərəm. Çünki deyir ki, fenotipində göstərən fərdlər tünd rənglə verilir və tünd rəngdə verilənlər nömrələnməmişlərdir. Onda mən onların hər birinin genotipini rahatlıqla tapa bilərəm. Gəlin yazaq. Deməli, bu sağlam oğlan uşaqdır. Necə yazacağım? X böyük H, Y. Məsələn, hemofiliya ilə yazırım. Bu xəstə qızdır. X kiçik H şəklində yazacağım. Bu xəstə oğlandır. Deməli, X kiçik H, Y. Bu sağlam atadır. X böyük H, Y. Bu şəkildə yazacağım. Sonra baxıram. Bu xəstə atadır. X kiçik H, Y-dir. Bu da xəstə qızdır. Deməli, X kiçik H şəklində yazmış olacağım. İndi gəlin başlayaq. Aşağıdan müəyyənləşdirək. Deməli, baxıram ki, mən bu oğlan övladı, biz bilirik ki, anadan ancaq X alır. Yazın bura. X böyük H. Deməli, bunu ancaq anadan alır. Amma atadan Y almış olur.
Deməli, ataya da Y yazıram. Çünki atadan ancaq oğlan övladı Y getmiş olur. Y cinsiyyət xromosomu. Baxaq, indi bu qız övlada baxıram. Bu qız övlad xəstə qız övladı. Baxıram ki, deməli, anadan X-in birini anadan alır, birini də atadan almış olur. Onda mən ananı, bu 5 nömrəli fərdi X kiçik yaşı yaza bilərəm. Deməli, 5 nömrəli fərdi mən dəqiqliklə genotipini müəyyənləşdirdim. Yəni, fenotipi də, genotipini də bilirəm ki, doğru göstərilibdir. Yəni, səhv göstərilməyib. Bu getdi. İndi gəlin baxa, 4 nömrəli fərdə baxıram ki, bu X kiçik yaş Y-dir, yəni genotipi. Baxıram ki, amma deməli, açıq rənglə verilib. Deməli, birinci cavabımız hələ ki 4 nömrəli fərdi mən müəyyənləşdirdim ki, fenotipi səhv göstərilib. Çünki bu ata xəstədir, tünd rənglə verilməlidir, amma açıq rənglə verilibdir. Deməli, buradan 4 nömrəli fərdimizə hələ ki qalsın. İndi baxaq. Baxaq 6 nömrə. Bu ailənin bu qız övlada baxırıq. Deməli, bu qız övladının genotipini müəyyənləşdirməkdən ötürü biz nəyi bilməliyik? Deməli, ata ilə ananın, baxın, bu ata, deməli, 4 nömrəli atasıdır, 5 nömrəli fərd də onun anasıdır. Bu genotipli ata ilə ananın nigahından hansı genotipli qız övladları doğula bilər? Məsələn, atadan ancaq X kiçik yaş gəlir. Hər ikisini yazım. Atadan ancaq X kiçik yaş gəlir. Əgər anadan X böyük H gəlsə, bu qız uşağı necə olacaq? X böyük H, X kiçik yaş genotipli olacaq. Çünki atadan X kiçik yaşı gəlib. Bir bu genotipdə ola bilər. Bir də atadan ancaq X kiçik yaş gəlir. Anadan da X kiçik yaş gəlsə, deməli, bu qız uşağı necə olacaq? Xəstə olacaq. Deməli, mən 6 nömrəli fərdin fenotipini, yəni mütləq şəkildə deyə bilmərəm. Xəstə də ola bilər, deməli, daşıyıcı da ola bilər. Yəni, içərisə tünd rənglə də verilə bilər də, açıq rənglə də verilə. Yəni, bunu mütləq şəkildə deyə bilmərəm. Ona görə də, deməli, bu cavablarımızda 6 nömrəli fərd cavabdan çıxır. Bunun üstündən xətt çəkək. Deməli, ya da belə işarə qoy, başqa rənglə işarə göstər. Deməli, bu cavablardan çıxdı. Bu yoxdur. 6 nömrəli fərd yoxdur. Baxaq. Deməli, indi digər uşaqları müəyyənləşdirməliyik. Gəlin baxaq. İndi mən baxıram ki, bu oğlan uşağı atadan Y alıb. Yəni, atadan Y alıb. Anadan isə X kiçik yaşı alıb. Anaya X kiçik yaşı yazıram. Baxıram ki, ana, deməli, ananın bu 5 nömrəli, bu qız övlad, qoyun buranı təmizləyim biraz. Bu 5 nömrəli, deməli, bu ailənin qız övladıdır da. Bu 5 nömrəli fərd atadan nəyi alıbdır? Atadan yalnız X böyük H alıbdır, yəni başqa bir ehtimalı yoxdur. Anadan isə X kiçik H alıb, anadan. X kiçik H alıb. Amma mən deyə bilərəmmi ki, bu ana, deməli, ana necə ola bilər? Ana X böyük H, X kiçik H da ola bilər, yəni daşıyıcı da ola bilər. Həmçinin ana X kiçik H, X kiçik yaşda ola bilər. Yəni, bunu mən dəqiqliklə deyə bilmərəm. Yəni, hardan bilə bilərəm? Sadəcə bilirəm ki, anada X kiçik yaş geni var. Və bu daşıyıcı da ola bilər, X kiçik yaşı ötürsün. Xəstə də ola bilər. Deməli, mən 2 nömrəli fərdi də dəqiqliklə deyə bilmərəm, 6 kimi. Ona görə də 2 nömrəli fərd də çıxdı. Yəni, fenotipini səhv göstərildiyini, yəni mütləq şəkildə deyə bilmərəm. Yəni, bu ona görə də cavab variantından çıxır. Sonra gəlirik bura, deməli, 3 nömrəli fərdlə 1 nömrəli fərd qalır. Baxaq, buranı biraz təmizləyək. Deməli, baxıram ki, bu 3 nömrəli fərd, deməli, oğlan uşağıdır. Oğlan uşağı atadan nəyi alıb? Y-i alıb. Və bu qız uşağı, bu ailənin qız övladı, baxıram ki, deməli, anadan X kiçik yaşı alıb. Ata da onsuz da xəstədir. Ata ancaq X kiçik yaşı verəcək. Atada X kiçik yaş var. Deməli, amma mən baxıram ki, bu ana, deməli, X kiçik yaşı ötürüb də hər iki, deməli, övladı. Bu oğlan uşağıdır. Bu oğlan övladı da, deməli, bu ailənin övladıdır da. Bu 4 nömrəli fərddir. Deməli, bu 4 nömrəli fərd anasından X kiçik yaşı alıb. Yəni, bu doğrudur. Amma indi mən bilmirəm ki, 1 nömrəli fərd daşıyıcı da ola bilər. 1 nömrəli fərd xəstə də ola bilər. Sadəcə bilirəm ki, bu 1 nömrəli fərd hər iki qız övladına, yəni bu ana həm oğlan övladına, həm qız övladına X kiçik yaşı ötürüb. Amma bilmirəm ki, bu 1 nömrəli fərd X böyük H, X kiçik yaş şəklindədir, yoxsa X kiçik yaş, X kiçik yaş şəklindədir. Yəni bunu deyə bilmərəm. Həmçinin bu ailədəki bu 3 nömrəli fərdi. Deməli, bu 3 nömrəli oğlan uşağına baxaq. Gəlin, rəngi dəyişək. Bu 3 nömrəli uşaq. Deməli, görürəm ki, bu
deməli, necədir? Atadan Y alıb, yalnız Y alıb. Amma mən bilə bilmərəm ki, məsələn, ana əgər daşıyıcı olarsa, anadan X böyük H-da gələ bilər. Ana əgər xəstə olarsa, anadan X deməli kiçik H-da gələ bilər. Yəni mən bunu deyə bilmərəm, əminliklə deyə bilmərəm ki, bu 3 nömrəli fərd sağlamdır, yoxsa xəstədir. Yəni bunu da dəqiqliklə deyə bilmərəm. Ona görə də mən cavab variantlarından görürəm ki, deməli biri hansında fərqli genotiplər var. Gəlin ruçkamın rəngini dəyişim. Baxıram ki, mən buradan biri bir nömrəli fərdi dəqiqliklə deyə bilmərəm ki, fenotipi səhv göstərilib. 2-ni dəqiqliklə deyə bilmərəm. Həmçinin 3-ü, həmçinin 6-nı. Yəni bunların fenotipinin səhv göstərildiyini mən dəqiqliklə deyə bilmərəm. Yəni mütləq şəkildə deyə bilmərəm. Amma 5-i dəqiqliklə mən müəyyənləşdirdim ki, fenotipi də, genotipi də düz göstərilibdir. Yəni daşıyıcıdır. Bir dənə qaldı, yerdə qaldı hansı ehtimalımız? Biraz buranı səliqəsiz yazdım. Yerdə qaldı deməli hansı ehtimalımız? Baxıram ki, bax bir dənə bu ehtimal necədir? 4 nömrəli fərdi, deməli fenotipi səhv göstərilib. Yəni bir dənə bunu bilirəm, başqa heç birin. Deməli ona görə də sualın cavabı olur necə? Sualın cavabı olur yalnız 4. Yəni bu məsələmizin cavabı olur yalnız 4. Ümid edirəm ki, fikrim aydın oldu. Bu deməli hər kəs üçün deməli açıq, ictimai olaraq paylaşdığım ilk video izahımdır. Yəni inşallah hər kəs üçün faydalı olar. Rəy bildirməyi unutmayın. Yəni sizdən xahişim odur. İnşallah başqa video izahlarda görüşərik. Sağ olun.